Doktor, tiroid biyopsiyası nə üçün lazımdır? Çox gözəl sualdır. Tiroid biyopsiyası tiroid düyünlərinin xarakterini araşdırmaq üçün istifadə olunan müayinə metodudur. Tiroid düyünləri ölçüsünə, xarakterinə görə fərqli olurlar və əgər tiroid düyünlərində kanserləşmə riski şübhəsi varsa, yəni tiroid düyünün kapsulasında nahamarlıq, daxili və xarici qanlanması, daxilində kalsinatların olması, ölçüsünün həddən artıq böyük olması, 2 sm və yaxud böyük olması və s. kimi əlamətlər olduqda həmin xəstələrə tiroid incə iynə biyopsiyası olunmalıdır. Tiroid biyopsiyası ağrılıdırmı? Ümumiyyətlə, tiroid biyopsiyası təxminən 1-2 dəqiqə ərzində icra olunan bir prosesdir və proses özü tamamilə ağrısız bir prosesdir, heç bir qorxusu yoxdur. Bəzən insanlar qorxurlar və özlərində ağrıların olacağından və həyəcandan dolayı bu prosesdən çox çəkinirlər. Əslində, prosesi icra etdikdən sonra bu ili bitdimi, belə bir dönüşlərlə bizə geri dönürlər və bu da onu göstərir ki, bəli, xəstələr çox gözlədikləri kimi katastrofik bir nəticə ilə rastlaşmır. Biyopsiya nəticələrindən asılı olaraq hansı addımları atırsınız? Ümumiyyətlə, aparılmış incə iynə biyopsiyasının 3 nəticəsi ola bilər. Birinci nəticə xoş xassəli nəticə, ikinci bəd xassəli nəticə və nəticəsizlik, bir nəticəyə varmamaq. Nəticəyə varmamaq təcrübədən asılı olaraq artıq bizim təcrübəmizdə belə nəticələrə rast gəlinmir. Bu, ilkin başlayan həkimlərdə belə hallara müşahidə oluna bilər. Amma xoş xassəli və bəd xassəli iki nəticə üzərində dayanaq. Xoş xassəlidirsə, düyünün ölçüsündən asılı olaraq artıq qərar verir, müalicə yoxsa əməliyyat. Amma bəd xassəli və yaxud bəd xassəliyə şübhə olarsa biyopsiyalar zamanı mütləq və mütləq əməliyyat olunmaq vacibdir. Xəstənin yaşından asılı olaraq, patologiyanın xarakterindən asılı olaraq əməliyyatın həcmi müxtəlif ola bilər. Bəd xassəli dedikdə xərçəngi nəzərdə tutursunuz. Bəs belə bir deyim var ki, bıçaq vurmaq olmaz. Sizin bununla münasibətiniz necədir? Ümumiyyətlə, el arasında belə bir deyim həqiqətən çox rast gəlirik ki, ay doktor, bəlkə xərçəngdirsə bıçaq vurmayaq, yaylar filan. Əslində, belə bir terminologiya yoxdur tibbdə. Hər bir xərçəngin özünün müalicə sxemi var. Əgər xərçəng yayılmayıbsa, bu halda cərrahi əməliyyatla 99% sağalmaq mümkündür tiroid kanserlərində və ehtiyac olarsa xüsusi müayinə metodlardan istifadə edərək digər müalicə prinsiplərinə də müraciət edə bilərik. Amma tiroid kanserlərinin sağalması cərrahi müalicə ilə mümkündür. Bəs əməliyyatdan sonra yenidən yarana bilərmi? Ümumiyyətlə, kanser əməliyyatından sonra yaranma ehtimalı vardır. Amma əgər əməliyyatın həcmini doğru və daha təmiz formada cərrahi əməliyyat icra olunursa, yenidən yaranma ehtimalı daha aşağıdır. Bir şərt var ki, orada kanser hüceyrələrinin formaları var. Anaplastik kanser növü var məsələn. Bu formalarda yenidən yaranma ehtimalı mümkündür. Bundan başqa, bəzi xəstələrdə müalicəyə tabe olmayan formalar var. Bunlarda da aparılmış müalicə tədbirlərinə baxmayaraq xərçəng hüceyrələrindən dolayı yenidən şişlər yarana bilər.